Biri ibadət əhli olur, belə ibadət əhli kimi tanınır da, yəni ki, elə cəmaat arasında, amma bunu görən olmayıb ki, belədir yoxsa yox. Bir məsələ olur, məlum olur ki, bu evdə biraz narahat eləyib. Deyirlər ki, bəs səbəb nədir, niyə evdəkiləri narahat eləyirsən? Deyirəm ki, namaz qılın, amma qılmırlar, ibadət eləyin, mən də narahat oldum filan. Deyirlər, bəs axı sən deyəndə onlar sənə nə deyir ki, bu ibadət eləyəndə? Deyirlər, sən qıl, biz də qılaq. Yəni, birinci mən özümü düzəltməliyəm, düz olmalıyam ki, tərəfə də mənim sözümün təsiri olsun.